Herkese salam kızlar, kanalıma ve yeni bir vloguma hoş gelmişsiniz. Necəsiz? İnşallah ki herkes yaxşıdır. Biz de yeni bir güne bismillah demişik. Ömer hele yatıb, çok biraz tezdi. Baxmayın, səhər açılıb. Hele tezdi, yatıb elə uşaq yəqin ki bir saata durar. Ben de bismillah deyim, işlerime başlayayım. Biraz qəşəng səhər yemeği hazırlayayım. Ondan sonra həyəti şumlamaq lazımdır kızlar. Həyəti şumlayaq. Ondan sonra inşallah ki biraz zibiller var. Onları atmalıyıq. Yani ne olsa inşallah ki sizin için de çekeceğim. Ne etsem çekeceğim. Ama önce səhər yemeğini hazırlayayım ki Ömer'i durana kadar rahat olum, rahat işlerimi görüm. Belə bismillah deyək, başlayaq günə. Kızlar geldim. Stakanda suyumu süzdüm. Bu stakan 400 neçə ml su tutur. Ona göre de bu stakanda içirəm ki günlük 2 litr suyu özümü məcbur edirəm içməyə. Həm zoba görə mütləq ki lazımdır. Həm ümumiyyətlə sağlıqdır da, yəni su içmək sağlıqdır. Çalışıram suya üstünlük verim ki çay az içim. Belə. İndi bunu içim, 5 dəqiqə nəfəs alım. Paltarım var idi. Bir dənə plastiniyam vardı. 2 dənə də xırda belə yaz tozu kimi şeyler var idi. Onları attım. Yulsun. Belə fıransın. Ben de suyumu içeyim. Oturum sakitçe 5 dəqiqə nəfəs alım. Hə, bir dənə izləyicim o gün mənə yazıb ki, biz Bebek Hamsi vloglarınız əvvəl belə olmurdu. Çox darıxdırıcısınız, çox darıxdırıcı danışırsınız. Nəsə belə bir şey yazmışdı. Düzdür, xanımı çorna spiska attım. Yəni ki, vlogladım. Nəyə görə? Çünki o xanım kimi izlədiyini bilməlidir. Birincisi, mənim köprü balam var. Əlbəttə ki, mən əvvəlki kimi hər kəs salam, qızlar belə deyib salamlaşa bilmirəm. Çünki mən də yorğun oluram. Bəli, mən də insanam, mən robot deyiləm. Yəni, mən başqalar kimi oturub bütün gün dərd sərdən sizə danışmıram ki, yox. Hər kəsin həyatında yorucu günləri olur. Yansıtmamağa çalışıyorum. Əgər yansıtmışamsa da sizə xoş deyilsə, mən blok elədim ki, bir daha məni izləməyəsiniz. Buradan bunu demək istəyirəm. İkinci məsələ, yəqin ki, ya o xanım subaydı, yəni çox güman ki, subaydı onu elə yazdı. Çünki evli adam və yaxud da ki, övladı varsa, o onu yazmaz. Çünki başa düşər ki, məsələn, müəyyən vloglarda bəzən deyirəm, həmişə demirəm düzdür, amma deyirəm ki, məsəl üçün Ömər ya iş çıxardır, yoxsuz qalır. Hələ indiki periodda Ömər 2 yaş sendromu yaşayır. Bir də görürsünüz ki, gecə yenə durur, mama deyir, ağlayır, yanıma istəyir, yanımda yatmaq istəyir. Mən onu əlbəttə ki, yanımda yatsıdırmıram. Amma yəni yorucu gecələrim çox olur. Köpək uşağım var çünki. Bu çox normal bir şeydir. Səsimin yorğun gəlməyi də normaldır. Və yaxud bəzən vloglarda deyirəm ki, mən yavaş danışıram çünki uşaq yatıb. Yəni əvvəlki kimi səsimi ucadan danışa bilmirəm. Və yaxud da ki, uşaq içəri otaqda oynayır. Yəni ki, onun fikri yayılmasın deyə oynadığına görə mən yavaş danışıram, az səslə danışıram ki, uşaq bu bir tərəfə gəlməsin, görməsin ki, mənim əlimdə telefon var, sonra telefonu istəyəcək, hə, mama telefonu əlimdə tutub. Yəni çox şeylər var, mən düşünürəm, yavaş danışıram ki, nə uşağa amanətçiliyim olmasın, nə də ki, başa düşmək lazımdır. Yəni mənim körpə uşağım var. Və həmən vlogda da, bu bir neçə vlog bundan öncə çəkilən vlogdur. Haradakı izləyənlər bilir, toyuq falan pişirmişəm. Yəni elə də belə keyfsiz danışmıram əslində. Düzdür, həmən gecə çox yorğun idim. Çünki gecə saat 4-dən oyaq idim. Yəni 4-dən uşaqla durmuşam. Düşünün ki, yəni sübh namazım belə güclə çatdırıb qılmışam, Öməri yatırdıb. Yəni belə. İnşallah ki, izləyənlər başa düşən nə demək istəyirəm. Həmən xanım da yəni belə yazıb, sonra da gülmək istifadəsi falan. Yəni bilmirəm, mənlə zarafatlaşır.
mənim yorğun olmağıma gülür, nəyə gülür? Yəni yazdığında da gülməli bir şey yox idi, anlamıram, amma nəysə. Mən həmən xanımı blok elədim. Əgər başqa bir akkauntdan girib baxırsam mənə, biləsiniz ki, sizi blok eləmişəm və bundan sonra sizi narahat eləməyəcək səsim, izləməyin, çünki istəmirəm narahat olasınız. Bir moment daha var, onu deyim ki, qızlar, mən hicablı xanımam, bunu da deyim və əvvəlki kimi hər kəsə salam, belə çıxırdım, məsəl üçün ön kameradan salamlayırdım sizi, telim bir tərəfdə, saçımın o bir tərəfi bir tərəfdə, bir bərbəzəyli bir görüntüdə, nə bilim, yəni belə cıvıl-cıvıl da belə deyim. Yəni o deyiləm artıq, çünki keçən səfər bir izləyici çox gözəl yazmışdı ki, Ülviyə xanım çox əlbəttədir, əlbəttə siz sakit edirsiniz, amma çox qəribə bir sakitçilik və huzur var üzünüzdə. Bu həqiqətən belədir qızlar. Çünki insanın əməli, insanın gördüyü işlər həyatına yansıyır. Əgər sən onu ürəkdən görürsənsə, namazdır, hicabdır, bunlar həqiqətən insanın həyatına təsir edir, xoş mənada, gözəl mənada. Məsələn, əvvəllər hər xırda şeyə əsəbləşərdim, sən də əsəbləşmirəm, hər şeyin Allahdan olduğunu dərk edirəm. Və yaxud da ki, əzizlərim, əvvəlki kimi əlbəttə mən çox yüksək səsdən danışmaq, çox yüksək səsdən gülmək, çox yüksək səsdən yenə deyirəm, hər kəsə salam, belə eləyə bilmərəm. Bu doğru da olmaz, gözəl də görünmür. Bir hicablı xanıma elə yüksək səslə danışmaq. Əlbəttə hicablı xanım da gülür, şənlənir, əylənir. Amma mən göz önündəyəm və bunları nətər deyim, hər kəsin gözü önündə eləməyə məcbur deyiləm. Ailə içində əlbəttə deyirəm də, gülürəm də, səsim də yüksəkdən gəlir. Amma bizi milyonlar izləyir də, belə deyim. Buradan, yəni indi məsələn, bir videom ola bilər 10 min adam baxsın, amma elə videom var ki 45 min adam baxır, elə video var ki 1000 nəfər adam baxır. Ona görə bunun içində naməhrəm də ola bilər, nə bilim, xanımlar da var. Yəni istəmərəm ki, bir hicablı xanıma mən yaraşan kimi hərəkət etməyə çalışıram və onu deyim ki, namaz və hicab insanı gözəl mənada dəyişir və sən artıq əvvəlki kimi həyatıva, necə deyim, necə gəldiyini yaşamırsan və daima özü kontrol etmə saxlayırsan ki, mən ibadət edirəm və mən Allaha sidq ürəkdən inanıramsa, onun yolunu gedirəmsə, buna layiq olmalıyam və onun dediyi kimi yaşamağa çalışıram. Dörd-dörtlüyəm demirəm, amma siz də başa düşün məni, yəni əvvəl yenə də deyirəm, saçımı o yan bu yana atıb, sizlə belə forstu danışırdımsa, belə deyim də, loru dildə qızlar məni başa düşsün. Əvvəlki saçı açıq vloglarımı izləyənlər bilir. Artıq mən onu əlbəttə eləyə bilmərəm hicabımdan. Bu doğru da olmaz və gözəl də görünməz. Xanım Fatma-i Zəhra anamıza, Peyğəmbərimizin ümmətinə layiq xanım olmağa çalışıram. İnşallah ki, Allah imanımı kamil etsin, imanımı möhkəm eləsin. Sona qədər də son nəfəsimi, övladımın xeyrin bəhrəsini görəndən sonra son nəfəsimi də verəndə üffətli qadın olaraq, Allaha ibadət edən qadın olaraq canımı alsın. Belə. İnşallah ki, buna da buradan aydınlıq gətirərəm. Təmkinli danışmaq, sakit tonda danışmaq, bu artıq mənim özümdən asılı bir şey deyil. Günlük rutin ibadətimlə əlaqəli bir şeydir ki, mənə o sakitçilik və təmkinlilik gəlib. Belə deyim, inşallah bütün hər kəsə nəsib olsun. Səbirli olaq inşallah, hər şey yaxşı olacaq. Axşam həyətə indi mənlə qızlar. Günəş var, amma belə sərin külək əsir. Dedim ki, biraz uşaqla gəzişim həyətdə. Ömər, əlindəki nədir? Baba. Yox, alça. Baba. Baba gələcək. Maşın səsi gəldi. Elə bilir atam gəlib. Aha, səs gəldi. Baba axşam gələcək səni görməyə. Yaxşı? Yaxşı. Ömər, nə ağacıdır? Ağac. Nə ağacıdır? Gilas. Dinən gilas. Alça. Alça düşdü. Alça. Düşdü. Eşik. Yaşıl alça. Alça. Bəh, bəh, bəh. Alçamız çıxıb qızlar. Alça. Hı? Sənə qurban olum mən. Vay, 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 vay. Baxın, baxın, xalar. Belə şeylər veririk. Stop, hə. Vay, 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 vay. Dünənləri həyətə düşəndə qızlar giyindirmişdim. Belə ağız açıq ayaqqabı falan uşağa. Bugün səhər durub görəm ki, qalinə nəsə yaxşı deyil. Deyirəm birdən soyuq falan olar. Çünki hələ sərindir hava. Güya aprel ayıdır, amma sərindir. Ona görə şey elədim. Belə giyindirdim.
Bayaq usta jaketi giyindirmişdim. Sonra gördüm qaçır eləyir, tərir, çıxartdım onu. Elə o gün əkdiyimiz güllər baxın. Artıq əmələ gəlirlər. Orada tumurcuqlayıblar. Yavaş böyüsünlər, qəşəng göstərəcək. Hə Ömər? Hədir. Yaxşı Ömər, ərik ağacı hanı ərik? Ömər, ərik hanı? Çatdım ki, uşaq hava alsın, sonra yemək verəcəm ona, yatırım. Çıxım çölə həyəti bir dənə süpürüm. Papam gel gələcək. Gülləri atım. Hey. İstəyirəm ki, bugün yox, sabaha bugün yeməyim var, pişirmişəm yeməkdən. Sabaha istəyirəm ki, şeydir. Nə deyirlər ona? Sac eləyək. Atama dedim ki, ata, bir qəşəng sac eləyək. Hər şey var evdə, produkt. Ömər, gəl buraya, orada arılar səni sancar. Ömər, buraya gəl. Dəhşət arı var həyətdə, qızlar. Ağacda. Eləmə də, eləmə. Sözcüdə yerə düşdü. At onu. Gəl, sənə təhsil verim, gəl. Gəl buraya təhsil verim, gəl oğlum. Hə, çox, dəhşət çox arı var. Çiçəkləyən vaxtıdır ağacların. Nəinki çiçəyi, meyvə də verir. Buna baxın alçamıza. Bax, təzəsini verdim sənə. Allah, bax, yarpaq da verdi ana. Bu da yarpağı. At. Tut. Niyə attın? Hə, o dıkıq oldu da, o yerdədir. Sən əlindəki ilə oyna. Bak. Bak. Nə oldu? Arı. Arı yoxdur. Hər şey arı deyir. Bak. Şadı, vay. Deyən, çəkin. O gün balon qırıldı həyətdə qızlar. Çəkin, mən bunu atım. Hə, balon qırıldı həyətdə. Hələ süpürmüşəm, yenə oradan buradan çıxır. İndi bugün yenə süpürəcəm həyətdə, qəşəngləri yatırdım sonra. Belə, bir qızıl güllərini də açıb. Bunlardan istəyirəm, çoxaldım. Oradan üstündə gül olmayanlardan kəsib əkəcəm. Bu tərəfə həyətli yer var, əkəcəm biraz da. Gələn həftəyə də tərəvəzləri əkəcəm inşallah. Xalamın yoldaşı dedi ki, əkimin indi külək olur. Həqiqətən də dəhşət küləklər vardı, hamısı hədər olacaqdı. Dedi ki, əkmədə, onlar iştigal olurlar. Zəif olur da kökü. Külək zədəlir. İndi ona görə əkəcəm. İnşallah. Ömər, hara getdin? Orada arı çoxdur, gəl bu tərəfə. Gəl, verərəm təhsilini, gəl. Gəl, onsuz da alçıdan boluq bala, gəl. Bütün il boyu mən balçaları yığıram, nəsə düzəldirəm, nəsə pişirirəm, qutarmaq bilmirəm, maşallah. Buyur. Belə qızlar, gedim bunu içəri salım, yeməyimi verim. Sonra harada olsam gələcəm buralardayım. Sabahınız xeyir olsun. Mən bu vlogu orada yarımçıq saxladım. Nəyə görə? Çünki mama gil gəldi, mən onlara yemək verdim, şirniyyat, yığışdı, yadımdan çıxdı çəkmək. İndi təzədən vlogu qoşmuşam növbəti gündən, hamınızı salamlayıram. Anam gil razı salmışam, daha çox ən çox anamın gücdən saxlamışam ki, qal bizdə bugün. Hə, qalıblar, bugün bazar günüdür, qalıblar. İndi külfətlik tavamı çıxartmışam, istəyirəm göyərti. Belə göyərti, soğan belə öldürüm bir yerdə, yumurta pişirim. Biz belə sevirik. Bəzi adamlar var ki, soğansız sevir, amma biz soğanla sevirik. Göyərtlərimi də qoymuşam burada qəşəng yuyulub. İstər qoymuşam, qabları da belə qoymuşam ki, biraz suyun içine girsin kök hissələri. Nəysə, tərtəmizdir göyərtlərimdə. İndi pişirim, qəşəng kərə yağı əlavə edəcəm. Azca sulu yağ əlavə edəcəm ki, yanmasın kərə yağı. Belə duzunu əlavə eləmişəm ki, ölsün soğan tez. Pişirim qızlar, gəlirəm. Qızlar, duz əlavə elədim. Çox azda da şəkər, tuz əlavə edirəm ki, onda çox qəşəng karameliz olur, çox az. Yəni, heç bir şirin falan hiss eləmirsiniz. Nalımını da mən pişirəndə ona belə eləyirsən. Əsl o yerindən öyrənmişəm də mən nalımını pişirməyi də. Belə, şəkər tozu da.
Sütü verirəm indi Ömər. Kızlar Ömer'e vermişim yemeğini bu arada oturup mamanın yanında. Şey, ziyaretlerimi eli güzel yudum. Öyle hoşlanamam bu yemeği kızlar. Ziyaretim çok oldu. Bir kısmını saklayacağım. Sonra hazır kutu şeyim var. Nerede lavaşlar var hazır. Hazır lavaştan kutu diremeyelim sonra bir gün. Bir günden iki sabah hazır ediyorum. Yani artık yemeğe. Böyle. Qiyarətimdən qaldı. Bundan dedim biraz başqa qiyarətlər də var. Qutab eləyərəm. Tavamı yudum. Qablarımı yudum. Çayım var. Təzə dəmləmişəm. Bir dənə də çay sütüm içim anamla. Ömər getdi. Atamla burada qonşunun qiyarətçinləri var. Onlarla oynamağa. Günortaya da inşallah qəşəng saç pişirəcəyik. Belə pişirdiyim keksdən də qalıb. Hamı bəyəndi. Axşam yedik hərəmiz 2-3 qusuq. Bu da şortu buzluğa koymuştum, çıxartmışam, artıq açılır. İndi qoyacağım saxlama qabına. Belə bir stəkan çay içim, nə qədər Ömər yoxdur, rahat-rahat mamamla. Sonra neynəsik çəkəcəm. Qızlar, biz gəldik həyətə. Uşağı mən yatırdım ki, rahat-rahat yeməyimizi pişirə bilək. Oğlum üçün də ayıracağım yeməkdən biraz. Amma biz istəyirik ki, hazırlayaq və oturaq günorta yeməyimizi yeyək inşallah. Belə. Bu arada onu deyim ki, yeni gələn izləyicilər üçün mənim atam çox sevir belə yeməklər. Həyətdə bu sac, kabab, nə bilim buğlama, cürbəcür başqa cür deyəni yeməklər hazırlayır. Bəzən çəkirəm, bəzən çəkmirəm. Bəzən olur ki, yəni çəkmirəm, ancaq özümüz üçün çəkib saxlayıram yadigar, yəni YouTube üçün çəkmirəm. Amma belə köhədə izləyən qızlar bilir ki, yayda valideynlərim bizə yəni çox gəlirlər və yəni sağ olsun belə ləziz təamlarda hazırlayır atam, ağız dadım dəyişsin deyə. Belə. Və yeni o günlərdən biridir. İndi burada yoldaşımdan xahiş elədim ki, əvvəl fikirləşirdik ki, hava bəlkə dönər, evin içində yeyərik yeməyimizi. Sonra dedim ki, yox, gördüm, hava yaxşıdır. Yoldaşıma dedim ki, gəl bu stol açaq və söz onu açıq elan eləyək. Yoldaşım da heç etiraz eləmədi, sağ olsun. O da çox xoşdur çünki belə həyətdə oturmağı. Sevindi ki, nəhayət bu masamız açılır. Bu arada bu stol mənim anamın mətbəxidir. Yeni gələn izləyicilər üçün danışıram. Keçən il mən anamın mətbəxini remont elədim. Ona sürpriz hazırladım, sürpriz elədim. Və oradakı masasını dəyişdim. Belə deyim də, zaten yeni remont olunan mətbəxinə uymurdu bu stol artıq. O yumru masa hər zaman arzulayırdı anam. Və mən ona dedim ki, gəl belə eləyək. Mən bunu səndən alıram, elə bil ki, və sənə yumru masa alıram. Düz o etiraz elədi ki, yox, hocamsa masanı mən alım özümə. Amma mən, yəni valideynlərimin bizlərə etdiyin qarşılığını düşünürəm, təkcə mən yox, bütün övladlar belə olmalıdır. Yəni bizi böyüdüb, boya başa çatdırırlar, əlimizə çörək verirlərsə, o valideynin haqqını itirmək olmaz. Və sona qədər övladlarını yerbəyer eləyən valideynlərin haqqını itirmək olmaz. Ona görə də mən anamın, atamın zəhmətini çalışıram ki, yerə vurmayım. Çalışıram ki, bacardığım qədər olan haqqını ödəməyə çalışıram. Ödəyə bilməyəcəm, ölənə qədər də ödəyə bilmərəm çalışsam. Yəni belə sevindirməyə çalışmışdım mamamı keçən il. O videolara baxan qızlar bilirlər. Düzdür, o videolar hal-hazırda səhifəmdə sadəcə gizli eləmişəm, çünki orada hicabsızam. Belə. Yəni bu masa anam gilinidir. Mən bunu gətirdim məhləyə, bu həyətə də, yəni öz həyətimə. Dedim, olsun mən alacaqdım özümə nəsə. Sadəcə bunlar kojadır deyə, koja xarab olmasın deyə yayda bax belə qəşəng üz keçirdirəm ki, gündən yanmasın. Qışda da böyük lokudan keçirdirəm və çox da yaxşı qalıb, heç də xarab falan olmayıb. Nə vaxtsa da xarab olsa canımız sağ olsun, 4 dənə stulda uzaq başı dəyişib. Qəşəng akril belə plasmasa bənzəyən materialdan stullar var, uzaq başı onlardan alaram. Qəşəng belə stilli. Belə, amma hələ ki işlədirik. Masa da çox gözəl masadır, açılır, yumru olur, yəni mənə əl verir. Bir də görürsünüz, evə çox gəlir qonağım həyətdə oturmağa. Yəni çox mənə əlverişlidir. Elə belə masa istəyirdim almaq, elə mamamdan aldım. Zaten başqasını satsaydıq, başqa qiymətə satmalı olacaqdı, çünki işlənmiş bir əşyadır. Amma mən elə bir qiymətə şey elədim ki, yəni əvəzinə də elə bir ki aldım. Mamamdan bunu götürdüm, belə deyim. Belə buna da aydınlıq gətirdim. Burada da masamı hazırlayıram, qəşəng.
Bu arada bu süfrəni bacım mənə almışdı hədiyyə. Bilmirəm, 4 ildən bəlkə də çoxdur. Bu bir dənə də başqa var idi. İndi var. Onu arada bir işlədirəm. Onu daha çox qışda xoşlayıram işlətməyə. Biraz onun naxışlarında qara falan belə tünd güllərin rəngləri var deyə qış aylarında işlədirəm. Bu runner isə yayda işlədirəm. Belə həyətdə də qəşəng göstərir. Görsənir, yəni həyətdəki masada da. Evdəki mətbəx stolunda da qəşəng görünür. Belə. Bu arada inşallah Allah nəsib eləsin. Mən öz mətbəximdə də mətbəx stolumu dəyişəcəm. Bilmirəm nə zaman, amma yaxın günlərdə inşallah ki dəyişəcəm. Belə. İnşallah sacı hazırlayayım. Daha doğrusu atam hazırlayır sacı. Mən də süfrəni hazırladım gördüyünüz kimi. Bu arada sacı hazırlayandan sonra sona yaxın gördük ki biz soğanı qovurmamışıq. Birini soğan yatdan çıxıb. Papamla o qədər danışdıq ki oradan buradan, oradan buradan. Bir də ayıldıq ki soğan qalıb qıraqda. Hamısını doğrayıb hazır saxlamışdım. Dedi ki heç nə olmaz. Tək ki əmamız soğanın sonradan qovrulması olsun. Dedim papa heç nə olmaz, zərəri yoxdur. Elə ətin üstündən tərəvəzlər falan pişib, hamısı pişib gördüyünüz kimi. Hamısını qarışdırandan sonra dedim üstünə belə səp, qapağı da qoyaq, zərər yoxdur. Biraz öldü, bəsdir. Əsas odur ki, zaten kababın da üstünə diri-diri qırmızı soğan məsəl üçün doğrayırsan göyərti ilə. Bura düzdür qovrulmalısan, amma biraz öldürdüm, bəsdir. İşte olmaz, ölürdük açından ucu. Belə qızlar, siz də göz haqqınızı halal edeyim. Atam da zəhmətli, inşallah halal edər bizə. Biz xoş bir gün keçirdik, bu arada onu yenə deyim. Xoş oldu bizə həqiqətən. Uzun zamandır həyətdə oturmurduq, havalar pis idi. Yəni şükür Allah havalar yavaş-yavaş düzəlir. Tam hələ də aprel ayına bənzəməsə də. Amma yenə yavaş-yavaş düzəlir. Belə süfrəmiz də belə hazırdır. Ayranı düzəltdim qəşəng. Giləmorzalı otdan. Bu arada Cəmiz olası giləmorza otunu tanıyır. Çox qəşəng ayrana yaraşan bir otdur. Bilməyənlər varsa bazarda axtarın, üstü bənövşəyə çiçəkli bir otdur. Ayrana çox gözəl yaraşır, dad verir, alın sizdə. Belə biz nuş eləyək. Ümid edirəm ki bu vlogumu da bəyəndiniz. Bəyəndinizsə bol-bol yorum yazmağı, mənə abunə olmağı və bəyənməyi unutmayın. Sağ olun, salamat qalın.